Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də mövsümün sonuncu qarşılaşmasını sizlərə təqdim edirik. AFFA U10 liqasında Ulduz Bina komandaları qarşılaşacaq. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Meydançanın digər hissəsində isə Amasya Şirvansaray qarşılaşır. Hər iki qarşılaşma turun prinsipial oyunlarından biridir. Mərkəzdən Ulduz komandası top oyuna daxil etdi. Rəvan irəli oynuyor. Komandaların heyətlərini isə təqdim edirəm. İlk növbədə binədə qonaq komanda bizlərə onlar göstərilir. Qapıda 1 nömrə Yusuf Aslanlı, 5 Ayxan Sultanov, 7 Zəfər Sadıqov, 10 Tuncay Rızazadə, 10 Tuncay Rızazadə, 11 Nuran Cabbarlı, 14 Mehdi Babayev, 17 Emil Rızayev, 3 Kenan Əliyev, 4 Musa Abdullazadə, 6 Yusuf Əliyev, 8 Ümid Məmmədov, 9 Ümid Yusuf Əliyev, 19 Məhəmməd Əsədzadə. Komandanın baş məşqçisi Aydın Ağatalıbovdur. Ulduzda qapıda 22 nömrə Nicat Baloğlanov, 6 Əhməd Əhmədli, 7 Yunus Əliyev, 9 Osman Hüseynov, 10 nömrə Yusuf Qasımlı, 15 Yusuf Rüstəmov, 8 Abdullah Əhmədov. Gəlin Ulduzun bu hücumunu izləyək. Cahangir istiqamət tutulma. Cahangir qapıya zərbəsi hesab açılır. Ulduz komandası qarşılaşmanın ikinci dəqiqəsində gol vurur. Cahangir Cəfərli ötən turların birində məsələ Amasya'nın qapısında bu cür gol vurmuşdu. Vurulan golun təkrarı bizlərə bir daha təqdim olunur. Rəvandan ayağına bir ötürmə, iti bucaq altından Cahangir Cəfərli qapıya gözəl zərbə indirdi. 8 Abdullah Əhmədov, komandanın baş məşqçisi Rövşən İsmailovdur. Digər futbolçular 12 nömrə qapıcı Rasim Rəfiyev. Qeyd edim ki, qarşılaşmanı izləyənlər arasında Azərbaycan milli komandasının heyətində ən çox gol vurmuş Emin Mahmudov da var. 88 Ali Mahmudov, 63 Turan Məmmədli, 58 Rəvan Həmidzadə, 17 Cahangir Cəfərli hesab açan oyuncudur. 61 Rıza Abdullayev, 64 Arda İsmailov. Qeyd edim ki, və qapıcı Nicat Baloğlanov. Əhməd. Qarşılaşmanı isə Harun Hacıyev idarə edir. Qeyd edim ki, bu iki komanda Gol TV'yə o qədər də yad komandalardır. Bu mövsüm ərzində Ulduz komandasından dəfələrlə gəlin Abdullah hücumdadır. Amma müdafiəçilər yaxşı oynayır. Yusuf Əliyev top meydandan uzaqlaşır. İkincidən zərbə ilə Abdullah içəriyə doğru itməyə. Qapıcı Yusuf topu qaytarsa da fərq 2 topa yüksəlir. Yunus Əliyev. Ulduzun 7 nömrəsi. Ənənəvi qol sevinci. İkincidən zərbə ilə Ulduz top oyuna daxil edəcək. Yunus rəqibini keçməyə çalışır. Ali Mahmudov ötürmə gözlüdür. Alidən zərbə gözəl. Gol vurulur. Fərq 3 topa çatır. Ali Mahmudov komandanın 88 nömrəli oyuncusu, eyni zamanda komandanın kapitanı. Topu bu cür qapıdan keçirir Ali Mahmudov. Yerlə ötürmə. Abdullah özü zərbə indirir və 4-cü gol vurulur. Abdullah Əhmədov. 8 nömrə bugün Ulduz formadadır. Komandanın heyətində 3 dəyişiklik baş verdi. Rasim Rəfiyev artıq qapıda, Nicat Baloğlanov hələ ki meydanı tərk elədi. Osman Hüseynov oyunda. Rıza Abdullayev oyunda görürük. Abdullah mərkəz istiqamət. Osman özür istəyirəm. Ali Mahmudov zərbə. Daha bir gol vurulur. Ali bugünkü oyunda özünün ikinci, komandasının 5-ci golunu vurur. Fərq bir qədər də artır. Osman Hüseynov burada məhsullar ötürməli yətdə qalır. Ali Mahmudov topu özü üçün saxladı və səliqəli şəkildə qapıya dəqiq zərbə. Bina komandası cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Ayxan Sultanov komandanın 5 nömrə oyuncusu topun gerisindədir. İti bucaq altından
Qapıya baxır yəqin ki, qapıya zərbə indirəcək. Hakimdən işarə gəldi. Ayxan qapı istiqamətinə zərbə top. Tordadır ki, daha bir gözəl gol vurulur. Binə komandasının 5 nömrəsi Ayxan Sultanov sol ayağı ilə gözəl qola imza atır. Binə komandası buraxılan qollardan bir nəvədən çıxdı Osman Hüseynov. Osman yenidən mərkəz oyunu Ali Mahmudov. Bir qədər geriyə Abdullah içəriyə doğru ötürmə, tərs bir toxunuş. Ulduz daha bir gol vurur. Abdullah Əhmədov isə ikinci qoluna imza atır. Top istiqamətini dəyişsə də qolun adını dəyişmir. İkinci qoluna imza atır. Dubl edir. İlk hissədə qapılara 7 gol vurulub. Ulduz komandası daha üstün futbolla yadda qalır. Məncə oyunda çox da dayanma durmaları olmuyor. Rasim Rəfiyev. Vaxtda ehtiyac yoxdur, kompensasiyaya ehtiyac yoxdur. Rəvan solla oynuyor. Abdullah 2 gol vurdu bu qarşılaşmada. Osman Hüseynov və hakim ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılır. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. İkinci hissə başladı. Ulduz Binə qarşılaşması artıq 10 yaşlar arasındakı mövsümün son 25 dəqiqəsi. məhz Ulduz və Binə kollektivləri üzrədir. Ulduz fasilə 6-1 hesabı ilə öndə yollandı. Binə də görə ikinci sözlərimiz Qeyd edim ki, qarşılaşma tam şəkildə Mikail Yusufovun YouTube kanalından izləyə bilərsiniz. Ulduz üstünə bir qədər. Abdullah, Ulduz komandası qoldan doymayıb daha bir qol vurmağa çalışır. Vurulan qolları bir daha xatırlayaq, əvvəlcə Cahangir hesab açdı, Yunis ikinci qolu vurdu. Ali Mahmudov 3, Abdullah 4, daha doğrusu Ali Mahmudov ikinci qolunu vurdu və Abdullah da Ali Mahmudov bugünkü qarşılaşma 2 qolla yadda qaldı. Yunisdən anladıcı hərəkətləri izləyirik, amma yəni 14 nömrəli oyuncusu Mehdi Babayev burada sona qədər mübarizə aparmağa çalışırdı. Abdullah Cahangir istiqamətinə, Cahangir qapı istiqamətinə zərbə qapıcı Yusuf Aslanlı. Gəliyə doğru ötürmə, Mehdi bəli topu meydanda saxlaya bilir, amma rəqib komanda üçün qarşı bir vəziyyət və Turan Məmmədli sol ayağı ilə qapıya zərbə. Turanın qolu. Qeyd edim ki, Turan Məmmədli Gol TV-də bu mövsüm ilk dəfədir qol vurur. Ümid edirik ki, bu ilk olmaz, davamlı olar. 63 nömrə kapitan sarğısı da hal-hazırda ondadır. Turan Məmmədli adına qol vuranların siyasına yazdırır. İrəliyə doğru ötürmə. Ayxan Abdullah qarşıladı. Yunis istiqamətinə Ulduz təzyiqi bir qədər də artırdı. Qapıya özü zərbə indirmək istədi. Amma yenidən Yunis. Yunis bu dəqiqələrdə indi ötürmə etməyə qərar verir. Cahangir yenidən Yunisə qaytarır. Daha bir qol vurulur. Özü başladığı hücumu özü də tamamladı. Əhməd sağ cinaha doğru ötürmə. Osman Hüseynov solla oynuyor. Yunis əla ötürmə. Turan Məmmədli. Turan ona qarşı rəqibin 2 oyuncusu mübarizə aparırdı. Yunis istiqamətinə. Yunis mərkəzdə oynadı. Osman Hüseynov. Osmandan zərbə, daha bir qol vurulur. Bu dəfə Osman Hüseynov. Yunisin ötürməsini qola çevirir. Yenidən Yunis mərkəzdə oynuyor. Hüseynov 9 nömrə. Osmandan daha bir zərbə qapçı Yusuf Aslanlı. Akif Ümbətovu görürük. Ayaz Qulamov. Onlar da bugünkü görüşü izləyənlər arasındadır. Osman uzaqdan yoxlayır qapını.
Top qapının üstündən keçir. İləriyə doğru ötürmə. Hörmətli futbol azarkeşlər artıq vurulan uzun qolları bir-birini əvəz edir. Osman Hüseynov sola çəkdi. Daha bir zərbə. Fərq bir qədər də artır. Yəqin ki, bu dəqiqələrdə ulduz oyuncuları da yine oyuncuları da qarşılaşmanın başa çatmasını istəyər. Amma ulduz hücumların sayının durmadan artırır. Osman qapı istiqamətinə zərbə. Cahangir Cəfərli. Ayağı düşməzlər. Turan. Ulduz yorulmağı bilmir. Abdullayev. Keçdi 2 rəqəməyə. Solla oynuyor. Yenir Abdullah. Abdullah. Ulduz bir qədər geriyə çəkilir, amma əks hücumda yaxala bilir. Qapıya zərbə qapçı. Nicat Baloğlanov. Zəfərin zərbəsinin qarşısını kəsir. Osman Hüseynov. Az qala Binə komandası daha bir gol vuracaqdı. Cahangir keçdi rəqibini. Sola çəkdi qapıya, özü zərbə indirməyə qərar verir və qapçı 2 cəhddə topu qazanır. İləliyə doğru daha bir ötürmə izləyirik. Hüseynov. Turanlı oynadı. Amma Binə komandası topu qazanır. Daha bir əks hücum qırmaq üçün gözəl bir imkan vardı, amma Rəvan buna imkan vermədi. Abdullah. Abdullayev. Geriyə oynuyor Rəvan. Yenidən Rıza. Qısa ötürmələr izləyirik. Qapı istiqamətlər zərbə. Cahangir. Daha bir gözəl qolla yadda qalır. 11-1 müsabaqasına işləyir. Bəli, Mikail Əmi də demişkən, Ulduz artıq 11-ci qolunu vurur. İlk qolu da Cahangir vurmuşdu və sonuncu qol da Cahangirdən gəlir. Binənlər buraxılan qollardan bir dəfə də çıxmaqda qapıya zərbə qapçı. Daha bir zərbə Nicat Baloğlanov hər iki cəhddə topun qarşısını kəsir, amma Binənlər bəli indi sərbəst zərbə təyin olunacaq. 2 toxunuş. O binənin son Yəqin ki, bəli. Həmçinin görüşün sonu. Mikail Əmi bu dəfə də mənə qabaladı. Yəqin ki, bu hücumdan sonra artıq qarşılaşma başa çatacaq. Ortada qaldı, 2 toxunuşdu, üstünə çıxarsan. Rəva, sən də. 4 nəfər var canlı sətdə. Rıza, oyunçuyla da. Rəva. Binənin ilk qolu da cərmə zərbəsindən gəlmişdi. Bu dəfə də görək nələr baş verəcək, amma bundan istifadə etmək mümkün olmadı. Cahangir Osman istiqamətinə keçmir. Yaxşı transfer kimi. Geriyə. Abdullah, foul eləmə. Emil Rızayev. Emil zərbə qapçı Nicat. Topa ayaqlar reaksiya göstərir. Elə davam etdirmək istəyir. Son saniyədir. Küncdən zərbə. Əslində vaxt bitir. Bu dəqiqələrdə yine daha bir gol vurmaq istəyir. Emil Rızayev. Əlini havaya qaldırır. İçəriyə qarışıq bir vəziyyət var, amma bundan da istifadə etmək mümkün olmadı. Görüş bitti. 2025-2026 mövsümünün son final fiti. Hörmətli tamaşaçılar, hər iki komandaya növbəti mövsümdə uğurlar arzu edirik. Ulduz komandasının hər bir oyuncusu bugün çox gözəl oyunla yadda qaldı, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Binə də komandanın 5 nömrəsi Ayxan Sultanov, oyunun ulduzu isə Ulduz komandasının 17 nömrəli futbolçusu bugünkü görüşdə 2 gol və 1 məhsullar ötürmə ilə yadda qalan Cahangir Cəfərlidir. Sağ olun, gələn mövsüm eşidilmək ümidi ilə.